Salam. Deməli dedik ki, qurban növləri iki yerə bölünür: qanlı və qansız qurbanlar. Qanlı qurbanlardan insan, heyvan, icma, komünyon yəni və cənazə qurbanlarından bəhs edəcəkdik. Bundan insan qurbanından bəhs etdik, geridə qaldı heyvan, icma və cənazə qurbanları. Ümid edirəm bu günləri heyvan, icma və cənazə qurbanları üçünü də bərabər danışıb bitirərik ki, keçək qansız qurbanlara, sonra isə ilahi dindəki qurbanlara, qurban bayramına qədər çatdırarıq. Demək, heyvan qurbanından bəhs etməyə başlarkən deyim ki, bütün din və kültürlərdə, mədəniyyətlərdə heyvan qurbanına rast gəlmək mümkündür, gəlməkdədir. Bu tətbiq, bu qurban işi Budizm və Caizm kimi mistik xarakterli dinlərdən başqa kənarda demək olar, bütün dinlərdə heyvan qurbanının həqiqətini ortaya qoymaqdadır. Ayrıca qurbanda hər ümmət üçün Allahın onlara ruzu olaraq verdiyi qurbanlıq heyvanların üzərinə onun adını anaraq qurban kəsməyi məşru qıldıq. Bu qurbanlıq dəvə, sığırları Allahın sizə olan nişanələrindən qıldıq. Onlarda sizin üçün xeyir vardır. Bağlı halda kəsərkən üzərinə Allahın adını anın. Yan üstə düşüb ölüncəyə onlardan yeyin, istəyənə də, istəməyənə də verin. Şükr edərsiniz deyə onları beləcə sizin buyruğunuza verdik. Bu heyvanların nə ətləri, nə də qanları Allaha ulaşacaqdır. Allaha ulaşacaq olan sizin onun üçün etdiyiniz göstərişdən, yəni reklamdan uzaq əməl və ibadətdir ifadəsi də bunu təsdiqləyir. 7 qurban siyahısı var, hieroqliflərlə verilmiş və bu da tanrılar üçün heyvan qurbanının qədimliyini sənədləşdirir, isbatlayır. İstəyirsiniz bir dənə oxuyum onu, bu da qeyd edeyim. Bu tapılmış mənbə kitabı qırılmış, orada parçalar halındadır. Onun üçün də bəzi kəlmələrdən sonra boşluq buraxılır. Deyir, tanrılar içində bunlara illik yemək olaraq şöyle qan aktarılır. Tanrı Karhuha üçün bir sığır və bir qoyun. Tanrıça Kupayaya bir sığır və bir qoyun. Tanrı Sarkuya bir qoyun və erkək tanrılar üçün bir qoyun. Tanrılar içində bu tanrı Ayada, burada qırılmış, orada boşluq buraxılır, illik yemək olar bir sığır və 2 qoyun. Daha sonra deyir, kimin qoyun adağı varsa, indi bu qəhrəmana, boşluq, tanrıya bir qoyun qurban etməli və kimin yemək adağı varsa və onu öteki dünyanın tarhuna yaptım. İldən ilə ona bir sığır və 3 qoyun qurban edəcəyim kimi bir yazı, hieroqliflər olan bir yazı tapılmışdır. Bu da göstərir ki, nə qədər qədimliyini sənədləşdirir, isbatlayır. Türk boylarına baxdığımızda görəcəyik ki, Türk boylarında da tanrılara seçilmiş təmiz heyvanlardan qurban ayini geniş yayılmışdır. Zaten bu təmiz, əl-ayağı belə deyək də düzgün, gözəl belə qurban seçmə adətini zaten hamımız bilirik. Və türk kitabələrində iduq kəlməsi əslində tanrıya adanan və bu məqsədlə sərbəst buraxılan heyvanları göstərməkdədir. Qaşqari bu heyvanlara yük vurulmadığını, onların süzünün sağılmadığını və yununun qırxılmadığını və sahibinin o etdiyi adaq üçün, qurban etdiyi dediyi bir məqsəd üçün, adaq üçün saxladığını bildirir. Yenə Qaşqari qurban edilən heyvanı istifadə etmək üzrə yağış kəlməsindən bəhs edir. Tapı kəlməsi də qurban mənasına gəldiyini və qanlı qurban mərasimlərində yağışıq tapıq deyildiyini bildirir. Türk qurbanlarında, toplumlarında, qurban tətbiqlərində bir sıra fərqliliklər olsa da, qurban edilən heyvanın qanının axıdılmasına böyük əhəmiyyət verilir.
Əsas da qurban edilən heyvanın sümükləri qırılmamaqda, itlərə verilməməkdə, bilirsiniz bu adət zaten yenə var. Atəşdə, odda yandırılmamaqda və ya yerə basdırılmamaqdadır. Yerə atılmamaqdadır. Əslində bu gün ağacı asılmalıdır, amma ağacı asmırıq. Bəzən mən yadımda da xatırlayıram, nənəm həmişə ağacın dibinə bastırırdı. Bəzi özəl ayinlərdən sonra qurban sümükləri toplanıb bir qaba qoyulur və qayın ağacından asılmaqdadır. Dediyim kimi mən uşaqlıq xatırlayıram ki, nənəm həmişə ümumiyyətlə qurban sümüklərini bizdə bir ağacın dibinə bastırırdıq. Bu asmağın yerini bu almışdır. Və at qurbanların da kəlləsi bir dirək üzərinə qoyulmaqdadır. Yenə də bizim nəsil bəlkə də xatırlayar. Mən məsəl üçün çox yaxşı xatırlayıram. Babam bağda əkilir və əkinin yanında dirəklər olurdu, xatırlayıram. Bu kəllə yemirdik. Qurban olandan sonra bu kəllə sümüyünü o dirəyin başına qoyurdu. Deyirdi ki, bu bir bərəkəti gətirir falan. Bunun kimi bir tətbiqi, bir babamın etdiyini bir şeyi xatırlayıram. Ümid edirəm, bəlkə də çoxunuz bunu, yəni mənim yaşıdlarım və üzərində olan yaşlılar bunu xatırlayır. İndiki uşaqlar bilmirəm. Və dedik ki, at qurbanlarının da kəlləsi bir dirək üzərinə qoyulmaqdadır. Xüsusi günlər üçün kəsilən qurbanların xaricində qədim türklərdə xəstəliklərdən qurtulmaq və ya şəfa tapmaq məqsədi ilə də qurbanlar kəsilməkdədir. Xəstəlik durumlarında qiymətli heyvanların qurban edilməsi əsasdır. Həmişə deyildiyim kimi, yenə deyirəm, qiymətli, özənli heyvanlar, gözəl heyvanlar. Nənəm həmişə qurban seçərkən baxırdı, ən qəşəngi baxır. İndi ən qəşəngini deyir, seçirim. Mənə belə baxdı, yanıma gəldi, oxşayır. Nənəm adətən gözləyir ki, o qoç özü elə yaxınlaşsın, sevsin onu bu cürə əzizləyir. Və qiymətli heyvanların qurban edilməsi əsasdır və bunun bir standartı belə vardı. Zəngin varlıqlı xəstələr 7, kasıblarsa 5 qurban etmək məcburiyyətindədirlər. Hətta bəzi vəziyyətlərdə xəstələrin şəfa tapması üçün bütün sərvətlərini xərclədikləri belə bilinməkdədir. Qəza, bəla, fəlakət, xəstəlik və sair vəziyyətlərdən sağ-salamat qurtulanların Tanrıya şükür üçün kəsdikləri bir qurban növü vardır. Qırğızlar bu qurbana Xudayi ötkörü deməkdədirlər. Bunun tərcüməsi Allah səni qorusun deməkdir mənası. Və tərcümənin direkt tərcüməsi Allah səni qorusun mənasına gəlir ki, bunun da yəqin yenə də bu həmin dediyim kimi bu Tanrıya şükrün ifadəsində ifadə etmək olar və Manas dastanlarında da qurbanların uğursuzluqları dəf etmək və önünü belə deyək, kəsmək üçün və ya arzu edilən bir şeyin gerçəkləşməsi, həyata keçməsi vəziyyətində kəsildiyi deyilir. Türklərdə qurban olaraq ən yaygın verilən o heyvanlar at, qoyun, öküz, dəvə və ren geyiğidir. O marallar olur. Və ancaq məqbul uyğun görülən qurban əsasən atlar olmuşdur. Atlardır və heyvanların kəsilmədən canlı tanrılara adanması ənənəsi bir çox dində mövcuddur, qeyd edim ki, və İslam öncəsi bu putpərəst ərəblərdə də bu ənənə çox canlı bir şəkildə varlığını davam etdirmişdir. Tanrı və bütlərə adanan bu heyvanlar ölüncəyə qədər sərbəst buraxılmış, onların ətindən, südündən istifadə və onlara yük daşıma onlarda qadağan edilmişdir. Heyvanların və bitkilərin bərəkəti göyün, torpağın uyumlu bərabərliyinə bağlıdır. Estoniyalı Bahar İldırımını bu bərabərliyin bir təmsili olaraq görürlər estonlar. Tarım ayinləri də adətən ildırım, külək, günəş və torpaq kimi varlıqlara dualar oxunması və qurbanlar
adanması şəklində həyata keçirilməkdədir. Bəzi qəbilələrdə, xalqlarda, qövmlərdə ona dua oxunan, adaqlar adanan varlıqlar arasında bir sıra bu toxum analar, arpa anaları, hububat anaları və yaxud da ot anaları və yaxud da tarla ataları da əlavə edilməkdədir. Əlbəttə bu varlıqların xristianlaşdırılmış dəyişkənləri də mövcuddur və bunlar arasında ən əhəmiyyətli də olan Aziz Yorqos və Əziz Eliyedir. Çox yayılmış, yayğın bir ənənəyə görə bəyaz rəngli, ağ rəngli heyvanlar səmavi güclərə qurban edilir. Qara rəngli heyvanlar isə daha çox yer güclərinə qurban edilməkdədirlər. Belə bu ənənə təkcə meşədə yaşayan və yaxud da təsərrüfatla məşğul olan xalqların arasında yox, həmçinin tundralardakı o Rengey çobanlarında da Macar kökənli olan bozqır köçəriləri arasında da mövcuddur. Laponlar bəyaz rengeyklərini günəş üçün qurban edərlər və Arpat Macarlarında qırat, bəyaz at qırat deyilir, qurban edilməsi vardır. Eyni simvolik məntiqi Estonların ildırım tanrısına süd təqdim etdiyi ayinlərdə də görmək mümkündür. Torpaq bir canlı varlıq olaraq xəyal edilir. Liv qövmündə, xalqlarında torpağa qaynar su tökmək və ya torpağa bıçaq batırmaq, saplamaq qadağandır. Bilirsiniz, bu adət bizdə də vardı. Axşam vaxtı deyirlər torpağa qaynar su atma, şeytanın quyruğuna dəyir kimi ifadəsi və yaxud da torpaq yaralanır, küsür kimi. Elə bu Liv qövmündəki bu torpağa qaynar su tökməyin qadağan olması, torpağa bıçaq bastırma, saplamağın qadağan olması da elə torpaq yaralanacaqdır düşüncəsindən qaynaqlanmışdır. Çünki o bir canlı varlıq olaraq xəyal edilmişdir dedik. Torpağın məhsuldarlığı üçün bəslənməlidir və çərəmislər torpağa bir qara inək və ya buğa qurban edərlər və bu heyvanın dərisi ilə sümüklərini torpaq baharda yenidən canlansın deyə bastırarlar və Vietka bölgəsində də kəndlilər yenə də bu qurban törənlərindən sonra tarlalara gedərlər və bu torpağa bir yumurta qoyarlar ya da ki bir qaşıq çorba yemək, xörək tökərlər, şorba tökərlər və bu duanı edərlər. O qədər çorba işlətmişəm ki və demək dedik ki, yumurta qoyarlar və yaxud da şorba tökərlər və bir dua edirlər. Deyirlər ki, duada ye torpaq və bizə gözəl məhsul ver. Heyvan qurbanının çox zəngin olduğu, demək Hindistanda da qurban adətən insanların demək yoluxduqları xəstəliklərdən qurtulmaq üçün edilir. Eyni ilə heyvan sürülərinin də yoluxduğu xəstəliklərdən qurtulmaq üçün heyvan qurban edilir. Qeyd edim ki, mayalarda qansız qurbanlar hakimdir. Ancaq bununla bərabər nadirən də olsa quşlar, hinduşkalar və itlər də qurban edildiyi bilinir. Bu qeyd edim ki, itlər cənazə qurbanlarında da vardır. Onu danışacağıq indi. Və həm təsərrüfat, həm heyvandarlıqla məşğul olan inkaların dini həyatında kosmik sistemin, bir kosmik nizamın davamlılığı daima o eyniyə dönüş, yəni yenə siklik halda yenə eyni çevrilsin, dönüş arzusunun yanında ilahi güclərin, o ataların və ya ölülərin onlar üçün edilən o ritlərin, onlara verilən o qurbanların xətrinə insanlara torpağın məhsuldarlığın və cəmiyyətin davamlılığını təmin edəcəkləri o ümidi əsas yer almaqdadır. Demək nə dedik başqa? İnkalar üçüncü böyük bir törəni vardır. İnkaların mərasimi, törən mərasimi sentyabr ayında keçirilir bu mərasim və Stova
deyilir. Bütün pislikləri paytaxtdan qovma mərasimidir. Qovulduğu bir arınma mərasimidir. Bir növ bizim Novruz bayramına da oxşuyur hardasa. Yəni yeni ayın səmada görünməsi ilə birlikdə böyük meydanda toplanan izdiham, xəstəliklər, fəlakətlər, bədbəxtliklər bu ölkəni tərk edin deyə bir ağızdan qışqırırlar. İmperatorluğun o idarə olaraq bölündüyü 4 əyalət vardır və bu 4 əyalətə açılan 4 ana yola doğru, demək 4 döyüşçü qrupu, hər biri 100 nəfərlik olan bu 4 döyüşçü qrupu xəyalı belə deyəcəm, kötülükləri və yamanlıqları önlərinə qatıb sürürlər bu qapıya doğru. Necə ki bizdə bayramda ev eşiyi süpürüb çölə atırıq, onun kimi düşünün. Və şəhər sakinləri evlərin girişində geyimlərini silkələyərlər. Biz də nə edirik? Yeni geyimlər alırıq. Və mahnılar, rəqslər və törənlər, alaylar bütün gecə davam edər. Bilirsiniz ki, bizdə də yeni və köhnə ili mübarizəsi olaraq keçirər və kösə vardır və odun üstündən atlayıb keçinir. Ağırlığım keçən ildə qalsın demə vardır ki, bu da onun kimidir. Düşünün bu adəti, yəni bu cür belə bir ənənə davam etmişdir, orada vardır və tanrıların və imperatorların da heykəlləri bu mərasimdə heykəlləri və yaxud da mumyaları belə deyək, meydana gətirilib, sərgilənərək bu stovaya qatılmaları təmin edilir. Onlara bəyaz lamalar qurban edilir. Üzr istəyirəm. Bu lama nədir? Bu qurban heyvandır. Lamalar dəvəyə oxşuyur. Dəvəgillərdən də əslində, amma belində təpələr olmayan, boynu uzun olan bu qəşəng heyvanlar var, onlardır. Və onlara bəyaz lamalar qurban edilir. Qurbanların qanı qarğı dalı ununa qatılaraq törən üçün özəl olaraq hazırlanan bir xəmir hazırlanır. Sanku əldə edilir və tanrıların heykəllərinə və yaxud da mumyalarına belə deyək, üzərinə də sıvanan bu, yaxılan bu xəmirdən quzqollar bir parça yeyirlər. Orta Amerikada Olmekdən dinində o yanqlara qida olaraq sunulan manda insanın yerini almışdır və qurban edilən qəhrəman və yanqların insan olaraq gördüyü sirələrin kdo, kon, bo, yəni Sira mifolojisi miti buna şahidlik edər. Bu yanqlara təqdim ediləcək yeyəcəklər mövzusunda yanqlar ətobur olduqları qədər yamyamdılar da və xalq inancları olduqca yaygındır burada. Məsələn, toyuğun başı və gövdəsi yanqlar üçün torpağa buraxıldığında ertəsi gün geriyə heç bir şey qalmamışsa, yəni bunu bir it və yaxud da bir akbabonu alınmış ola bilər, heç bir şey qalmamışsa, yəni alınmışsa, bu yanğın qurbanı qəbul etdiyinin bir nişanəsidir, mənasıdır. Qədim Yunan dinlərində insan qurbanları ilə yanaşı heyvan qurbanı da vardır. Belə ki, tanrıların bir çoxu heyvan simvolları ilə göstərilir. Zevs məsəl üçün qartal, boğadır. Apollon qurddur. Demeter qısraq bu, Madyan dişi at. Madyan xalq ədəbiyyatında, dastanlarda daha çox istifadə olunur. Oxumuşaq vaxt ən çox oxuyurduq. Bir də yad ədəbiyyatda Madyan ifadəsi daha çox istifadə olunur əsərlərdə. Madyan nədir? 3 yaşını doldurmuş dişi atdır. Poseidon nəyi? Beygiri, bu yük daşıyan erkək at var. Maşın gücünü də həmin bu atla, at gücü də hesablanır, bu atla hesablanır. Beygiri ifadə edir. Athena quşu və Hera da inəyi. Germen dinlərində də baxdığımızda məhsuldarlıq ritlərində qurban əhəmiyyətli bir rol oynamaqdadır. Əsas da bu büyücülük necə deyim, sehirbazlıq, cadukarlıq deyim üçün edilən qurbanlarda
at, sığır, donuz və qoyun qurbanı köhnə heyvan kültü ilə əlaqəli olaraq əhəmiyyətli bir yerə sahibdir. Bu tanrılar hədiyyələrlə mayalanmış qarğıdaldan əldə edilən içkilərin ətrafa saçılması ilə və qurban törənləri ilə onurlandırılmaqdadır, şərəfləndirilməkdədir və törənlərdə qurban edilən lamaların, dediyim kimi bu dəvələrin qanları qarğıdalı tarlalarına saçılır və törənə qatılanların üzləri bu qanla yuyulur. Bax, güclərə baxaq qonşularımıza. Güclərə də tanrılara edilən qurbanların ən əhəmiyyətli payı qanlı olanlardır. Dini mərasimlərdə keçən, demək, əsrin sonuna qədər, hətta daha yaxın bir zamanacan, belə deyək, hər növ qurban, xoruz, quzu, qoyun, oğla, keçi, kiçik buğa, bol miqdarda öküz boğazlanırdı. Orada əsas mövzu nədir? Qanın oluq-oluq, şırıl-şırıl axması əhəmiyyətlidir. Bir dağlı gürcü hətta demiş ki, qurban olaraq qanlı heyvan sunmaq lazım. Hatini razı salmaq üçün qurban, hati güc, səmavi güc, hatini razı salmaq üçün ilahi gücü, qurban qanı bolca axmalıdır. Qan fışqırınca badələrin, qabların və ayın ləvazimatların üzərinə tökülüb saçılması lazımdır. Din adamlarının alnına təzə qanı sürtüb ki, bu adət çox yerdə vardır. Əlləri ilə qollarını qanla təmizlər din adamları. Gürcüstanda bu İranlıların su və bərəkət tanrıçası olan Anahitaya, Anahit adı ilə sitayiş edilməkdə idi və rahiblər və rahibələr tərəfindən Anahitə çox sayda bəyaz inəklər qurban edilirdi. Eskimolara baxdığımızda isə erkək ağır xəstə olduğunda onun həyatını qurtarmaq üçün it qurban edilir. Beləcə o itin xəstəliyi yanında götürəcəyinə inanılır. Yunan mifologiyasında Hermes, bilirsiniz, Hermes həm də hiyləgər bir tanrıdır. Hermes inəkləri Axiyaya yerləşdirib bir ateş yandırdıqdan sonra aralarından ikisini qurban etməyə qərar verir. Bu qurban ritualının ən təməl qaydalarına tərsdir və heyvanların başları torpaqdaykən heç qanları axıdılmadan omurğaları deşilərək və üstünə də gecə vaxtı qurban edilir və həmçinin də bu biraz da dəyişik formasıdır. Və Hermes tanrılara və ya belə deyək, rahibələrə o verilməsi gərəkən o parçalara, hissələrə, yəni bunlar nədir? Geras, Notogerasmiya və Hiera Moirea. Onları insanlar tərəfindən tükətilən hissələri bir-birindən, yəni tanrılara verilməsi hissəsi ilə insanlara verilməsi olan parçaları bir-birindən ayırmadan bütün ətləri qızardır və bu qarışımdan qəti olaraq bir-birinin yerinə keçə bilən o 12 özəl bir parça hazırlayır. Müqəddəs şəxslərin pay olaraq müəyyən etdiyi 12 parçanı gerasla qarışdırır yenə və sanki insanların payı mövzubəsmiş kimi kura, yəni kura çəkir, bilet çəkir. Bilet nədir o? Püşk atmaq kimi bizdə bir şeyləri bir neçə kağıza yazırsan, sonra içindən birini seçirsən, kura o deməkdir. Kura çəkir və əsl püşk çəkir deyək. Əsl məqsədi də bunları yeməyi bacarmaqdır. Sonunda tanrılar kimi amma qurban dumanı ilə kifayətlənib tanrılığını təsdiqləyir. Rolları hiyləgərcəsinə bir-birinə qarışdırıb demək, əvvəldə də bu qurban sunan rahib qılığına, cildinə girmiş və nəticədə özünü qurbanın adandığı tanrı yerinə qoymuş olur. Yunanlılara görə insanı tanrılardan ayıran ən kəskin şəkildə Hieroyu və Hoisosdan ayıran o qaydanı, qanunu pozmuşdur. Bu da Olimposla dünyanı bir-birindən ayıran o aşılmaz sərhədi keçməsini təmin edəcəkdir və beləcə sunulan qurbanlar vasitəsilə onlara bəxş edilən onurla kifayətlənməyi bilən tanrıların yanında yer alacaqdır. Bütün Sami dinlərində olduğu kimi təməl dini tətbiq məbəd içində bir sunaqda həyata keçirilən qurbandır.
burada heyvanlar Cənubi Ərəbistanda istehsal edilən bitki və o qoxulu otlar adaq olaraq verilirdi, sunulurdu. Bugün də buxurlar yandırılır iyi üçün, amma kökənində bu vardı zaten bilirsiniz. Tütsü yakma, tütsü yakırlar, qoxu yayırlar. Bu da bir adaq şəklidir əslində. Və bu tapınaqlarda çox sayda qoxu sunaqları tapılmışdır. Sunular adətən şəxsi, bireysel olaraq edilirdi. Yəni sən məsəl üçün gedirsən kilsədə şam yandırırsan və ya da buxur yandırırsan, yəni özünün olaraq toplumsal deyildir. Ancaq yağış yağdırma nümunəsində olduğu kimi, o yağmur duaları, yağış duaları kimi toplu cəmiyyətlə olan icma kimi olan sunu törənləri də edilirdi. Qədim bu qövmlərdən, xalqlarda məbəd çox böyük əhəmiyyətə sahib idi. Qeyd edim ki, bilirsiniz, elə bugün özündə də belə ki, aparılan arxeolojik qazıntılarda məbədlər, tapınaqlar da tapılmaqdadır və tapınaq xalqların mədəniyyətinin də simvoldur həmçinin və onu təcəssüm etdirir. Qədim millətlərin belə deyək, inkişaf səviyyələrinin, məbədlərinin və məbədlərindəki o sunaqlarının o ihtişamından anlaşılır. İçində yaşadığımız dövrdə də bunun canlı nümunələrini, antik qalıntılardakı o tapınaqların hələ də ihtişamını qorunması təmin edir, müəyyən edir. Məsəl üçün, hansı bu tapınaq tapıbsa, onlardan danışırkən onun necə möhtəşəm bir tarixi və yaxud da xalqın mədəniyyəti olduğunu qeyd edirik. Baxaq biz bu İslamdan öncəki zamanda bütpərəst ərəblərdə bütlərinə, demək onlar bütlərə qurban kəsməyi ihmal etməzlərdi. Hətta bunu bir vəzifə bilərlərdi. Adətən bütlərə heyvanların ən dəyərlisi yenə də təqdim edilirdi. Ayrıca eyni ilə digər Sami qövmlərində, xalqlarında olduğu kimi bərəkət gətirməsi düşüncəsi ilə ilk doğulan yavru bala da bütlərə qurban edilirdi. İlk doğulan bu heyvanların qurban edilməsinə fera deyilirdi. Fera bu dəvənin ilk doğurduğu balasına verilən addır. Bu bala butlar üçün qurban edilir və qanı da bütlərin başına sürülürdü. Qurban əti isə qurbanda o iştirak edənlərin arasında paylaşdırılırdı və bunlardan başqa ərəblərin Rəcəb ayına hörmət üçün bütlərin yanında qurban kəsdikləri də bilinirdi. Bu qurban bütlərin yox, bu artıq Rəcəb ayının şərəfinə, onun demək ona hörmətən olan kəsdikləri bir qurbandır. Bu qurban dediyimiz kimi Rəcəb ayı üçün kəsilmişdir və cahiliyyə dövründə şeytan yarması deyilən bir digər qurban növündən də bəhs etmək olar. Bəhs edilməkdədir. Bu nədir? Bu necə olur deyim. Demək, heyvan boğazlandıqdan sonra ancaq dərisi soyulmaqda, ancaq qan damarları kəsilməkdə və heyvanın canı çıxıncaya qədər bu şəkildə buraxılmaqdadır və qənaətimizcə düşüncəmiz belədir ki, bütpərəst ərəblərdə qan yemə ənənəsi olduğu üçün heyvanı bu şəkildə kəsmək qanın getməsinin, yəni boş yerə getməsinin əngəllənməsi üçün olmalıdır. Yəni ziyan edilmədən yığılan qan ritualik olaraq istifadə edilmiş ola bilər daha sonra. Və ketlərdə baxaq, o ketlərdə də ağac dibində ayinə uyğun olaraq dini bir mərasim təşkil edilir və buynuzları o vaxt ilk dəfə bağlanan iki bəyaz bir buğa gətirirlər. Bəyaz giyinmiş bir rahib ağaca dırmaşır əsasən də və bu zirvəsini, ağacın başının hissəsini qızılı bir satırla, baltayla kəsər və bunu bir ağ sabunun üzərinə qoyar. Daha sonra qurbanlarını kəsməyə başlayırlar. Bu ənənə ehtimal olunur ki, qədim bir ağac kültü ilə əlaqəlidir. Və bir mənada onlardan deməli onlardan kömək dilənən, adaq adanan,
dua edilən, şərəfinə rəqs edilən və ya bayram keçirilən o natların münasibəti insanlardan asılıdır. Bu da Birmaniyadan bəhs edilərkən deyilir orada bu natlar ilahi qüvvələrdir onlar üçün və mediumlar və dəvət edilən və yaxud da suallar verilən görünməz yaratıqlara, təməs mənasına gələn transoylar, natlara baş vurulur, müraciət edilir. Bəzi törənlər sırasında kütləvi olaraq topluca qurban edilərlər və yaxud da cinli olan bir yerdə, məsələn, iki çayın qovşağında orada cin olduğuna inanılırlar və çay xanımı və meşə tanrısından bol məhsul və ailənin sağlığı kimi istəklərini bir səslə dilə gətirərlər və burada qurbanlarını edərlər. Mifologiyalarda bilhassa xüsusən də tufanla əlaqəli olaraq tanrıların qəzabını dindirmək məqsədi ilə edilən qurbanlarla bağlı zəngin məlumatlar vardır. İnsan soyunu təhdid edən tufan ciddi bir fəlakətlərdə, onun kimi ciddi fəlakətlərdə insanların tanrıya daha çox yaxınlaşması və ona nadidə qiymətli heyvanları qurban olaraq təqdim etməsi bəhs edilir burada. Beləcə tanrı və ya tanrıların o hiddəti, öfkəsi yatışdırılmağa çalışılır. Danışaq biz bu heyvan qurbanını bitirdik. Danışaq davam eləyək komünyon qurbanlarından, icma qurbanlarından. Düzdür, vaxt biraz uzanır, amma olsun, bitirək mövzunu bugün. Demək ki, komünyon qurbanları, icma qurbanlarından bəhs edərkən deyəcəyik ki, əslində bu ilahlarla bir olmaq üçün o hiss edilən bir böyük arzu özünə müxtəlif icma ayinlərini ortaya çıxarmışdır. Smithə görə icma qurbanı totemizm mənşəli olub, totem heyvanından qaynaqlanmaqdadır. Çünki totem heyvanı klana soydaşdır və klan bu heyvanın soyundan gəlməkdədir. Klanın ilahi vəziyyətindəki bu heyvana sitayiş edilməkdə, ona hörmət edilməkdə və bərabər zərurətdən dolayı ildə bir dəfə də bu heyvanın rəsmi törənlərlə qurban edilməsi, ətin və qanının klan üzvləri tərəfindən yeyilməsi lazımdır. Totem heyvanın qurban yeməyinə iştirak edən və onu çiğ-çiğ yeyən klan üzvləri totemdəki mana gücünü əldə edə biləcəklərinə inanmaqdadırlar və klan üzvləri totem heyvanı yeməklə həyat tapdıqlarına və ilahi güc qazanacaqlarına inanırdılar. Bu simvolun nişanəsi olaraq da daha doğrusu geyimlərini dəyişirlər və totem heyvanının o səsini və hərəkətlərini yamsılayaraq təqlid edərlər. Bu iş bitdikdən sonra öldürülən totem heyvanı heyvanın şərəfinə, öldürülən totem heyvanına belə deyək, ağlanılır və bəlkə də ilahlarını öldürmənin məsuliyyətini üzərlərindən atmaq üçün topluca onun yası tutulur. Qurbanın demək xristianların axşam yeməyi ayini, yahudilərin o çörək və şərab eyni ilə mistik kütlədə kutsamaları və ümumiyyətlə bütpərəst qurban yeməklərindəki kimi tarixi bir münasibətdir. Əsasda xristianlıqda özünü insanlığın günahı üçün fəda etdiyinə inanılan İsa'nın çörəyi öz ətinə, şərabı da öz qanına bənzətməsi birbaşa insanlığın qurtuluşu üçün töküdülən qan ilə əlaqəlidir. Əslində bu bənzətmə qədim zamanlardan qalma o ilahların hiddətini, öfkəsini, qəzəbini təskin etmək məqsədi ilə icra edilən insan qurbanına və qanın təmizləyici qüvvətinə bir növ imadır, işarədir. Gərək xristianlıqdakı axşam yeməyi və gərəksə də digər toplumlardakı bir sıra Tanrı yemək kommunyonları sadəcə Məsih ilə yaxud Tanrı ilə və yaxud da onun cəmaatı ilə birləşməyə deyil, eyni zamanda ilahlaşmağa, ölümsüzlüyü əldə etməyə
təsir etməkdədir. Və ayrıca xristianlardakı bu yemə ölümdən sonraki eskatolojik, yəni axirət ziyafətini də təmsil edə biləcəyini düşünənlər vardır. Qədim Yunan dinlərində də kommunion, icma qurbanına rast gəlinməkdədir və müqəddəs bir heyvan qurban edilməkdə və əti bir növ törənlə, yəni hamılıqla bərabərcə hep bərabər yeyilməkdə idi. Məsələn, Atinada hər il ilahi bir boğa, ona nə deyirlər, Bohonina adı verilən bir törəndə qurban edilirdi və Brahman mətnlərində də yenə də bu iki zamanın müqəddəs və qeyri-din zamanının ölümsüz tanrıları ilə ölümlü olan insanın o varlıq tərzinin heterogenliyini açıqca göstərir Brahmanlarda və qurban verən şəxs arketip qurban verişi təkrarladığı müddətcə, yəni qurban verdiyi davam etdiyi müddətcə tam bir törənlə ölümlülərin qeyri-dünyasını tərk edər və ölümsüzlərin o ilahi dünyasına girər. Yəni bu dünyadan köçüb dünyamıza gedib axirətə gedər mənasında, yəni daimi olan dünyaya, haqq dünya deyirlər, belə deyək bizdə də onun kimi bir şey. Və qeyd edim, qədim İranlılar üçün olduğu qədər vedacı, hindlilər üçün də tanrılar ölümsüzlüklərini insanların onlara sunduqları sunularla və bəslədikləri qədəri ilə qoruya bilirlər və bənzər formada insanlar da yenə bu sunular, qurbanlar sayəsində onları tanrılarla birlikdə, yəni yeyərək göydə, səmada özlərinə uyğun bir yer, məkan tapa bilirdilər. Yəni qurbanı sunurdular, qurban əti sunurlar tanrılara və qurbanlar yeyirmişcəsinə onlar da onu yeyirlər və beləcə özlərinə yəni uyğun bir məkan tapa bilirdilər göydə. Və ümumiyyətlə insan həmişə bu bilinməz bir dünyaya gəlmiş və dünyanın ətrafını öyrənməyə çalışmışdır. Onun üçün bugün biz araşdırırıq, öyrənirik, bəzi şeyləri bilirik. İnsanlar, qədim insanları düşünün, heç bir şey bilmirlər. Göy çatlayır, nə bilim, nədir bu? İldırım çaxır, yağış yağır falan olur və bu bilinməzliklərin içində özünə bir yer tapmağa çalışır. Məsələn, insan ölür, gedir, ulduz olur. Daima biz bu dünyada indi də özümüzə bir yer tapmağa çalışırıq. Məsələn, bir kozmik dünyada bir varlığımızı sürdürməyə çalışırıq. Hətta bugün belə mən o videonu yenidən başlayacağam çəkməyə. Ümumiyyətlə köhnə videolarımı yenidən düzənləyib çəkməyə çalışacağam. Məsələn, astrologiyanın tarixindən bəhs edərkən orada demişdik bayraqlarımızda, dünya bayraqlarında kozmik işarətlər var, kozmik ulduz işarətləri var, ay işarətləri var. Bu elə yenə də nəyi göstərir? Bir növ insanın bu kainatda, kozmikdə özünə bir yer tapmağa, acizliyini bir növ örtməyə çalışmaqdadır. Mövzumuza qayıdaraqsa, nə dedik? Tanrılarla birlikdə yeyərək bu qurbanın ətini göydə, səmada özlərinə uyğun bir yer, məkan tapa bilirdilər. Hindlilər demək ibadətə qatılanların yeyəcəyinə nə deyirlər? Prasada və içəcəyinə də tirtha deyirlər. Bu sunma tətbiqi sayəsində onlar tanrıların masasına qatılaraq ilahi aləmdə özlərinə yer edə bilirlər. Azteklərə baxdığımızda, azteklər qurban edilən insanları yemə tətbiqi də düşünülür ki, kommunion icma yeməyi ilə birbaşa əlaqəli olmalıdır. Çünki azteklər uca tanrıları Tezcatlipoca üçün seçdikləri insan qurbanını simvolik olaraq o ilahlarının yerinə qoymaqdadırlar və dolayısıyla bu qurban tətbiqlərindəki kannibalizm, yəni kannibalizm nə dedik? İnsan yemə adəti, insanı yox, ilahi yemək mənasına gəlməkdədir. Və bu totemik cəmiyyətlərdəki klan heyvanının yeyilməsi ilə və ya xristianlıqdakı o çörək və şərab ayini ilə çox
bənzəməkdədir. Ancaq Azteklərin digərlərindən fərqli sunulan qurbanın birbaşa tanrı olaraq qəbul edilməməsi, əksinə onu təmsil edən simvol olaraq düşünmələridir. Həm Azteklərə görə hər insan qurbanı tanrını təmsil edər. Bu ancaq çox özəl vəziyyətlərdə verilən qurbanlarla əlaqəli olmalıdır dedik. Beləcə keçək indi nədən danışaq? Cənazə qurbanlarından danışaq. Çox maraqlıdır, qısa olaraq danışaq. Cənazə qurbanları burada qurbanlar ayinlərinin qaynaqlarına nümunə olaraq fərqli cəmiyyətlərdə tətbiq edilən müxtəlif qurbanlardan, nümunələrdən, misallardan bəhs edəcəyəm və əslində bəhs edilən bütün bu nümunələrdə cənazə qurbanının arxa planda yatan ana fikrin şübhəsiz ölümdən sonra yaşanılacağına inanılan, yəni o biri dünyada yaşanacağına inanılan, o biri dünya anlayışı, arxa dünya anlayışı olduğu görülməkdədir. Bu düşüncəyə bağlı olaraq da eynilə, yəni bundan qaynaqlanaraq da daha sonrakı dövrlərdə yaranan düşüncə olan o ölümdən sonra ruhun o və ya bu şəkildə yenidən dünyaya gələcəyi düşüncəsi cənazə qurbanlarının ana teması olaraq qarşımıza çıxır. Bu özünü harda göstərir? Bəs demək ölünün məzarına şəxsi əşyaların qoyulmasında göstərir özünü və yaxud da ən yaxınını və ya yaxınları ilə atını, xidmətçilərini, nökərlərini öldürərək məzarlarına qoyulmasında və ya cənazələrlə birlikdə dul qadınların yandırılması və ya bənzər tətbiqlərində özünü göstərir. Qarşılaşılan çətinliklərin o aşılması da cənazə qurbanlarının digər tərəfini meydana gətirir. Bu cənazə qurbanları əfəndilərinə eynilə bu dünyada olduğu kimi xidmət edəcəklər və onlara ölülər diyarına gedərkən neynəcəklər? Rəfaqət edəcəklər, müşayiət edəcəklərdir. Yəni ağası, bəyi, əfəndisi ölərkən xidmətçilərinin, nökərlərinin, qulluqçularının, arvadlarının öldürülməsi ona bu yolculuqda orada da öz həyatını davam etməsi üçün, onların orada yardımcı olması, yəni eynilə öz həyatını davam etməsini, yaşamasını sağlaması üçündür. Cənazə qurbanları xronolojik bir tarixə sahib olmasa da yaygındır, yayılmışdır və çox çeşidlidir, müxtəlifdir. Fərqli növləri vardır və ən canlı nümunəsini biz Hinduizmdə ölən erkəyin həyatda qalan arvadı və ya arvadları özlərinə, ərlərinə rəfaqətçi olaraq diri-diri o musallada daşı deyirlər, musallada yandaraq qurban etmələridir. Əsas bilirsiniz, bunun arxasında dayanan məqsəddən demişdik sizə, əsasən də iqtisadi məqsəd daşıyır. Amma dini mənasını bugün danışırıq burada və bu qurban şəkli sati olaraq adlandırılmaqdadır. Bunu daha öncədən da demişdim və ölən ərinin uğruna özünü bu fəda etməsi deməkdir. Və ölülər sonradan yaşamaq üçün onlara sunulacaq o cənazə armağanları ilə, yeməkləri ilə, ehsanları ilə bəslənmələri lazım olduğundan tanrıların da şərəfinə onun odun köməyi ilə, ocağın köməyi ilə və mərasimlərdə qurbanlar kəsilməsinə və ölməzlik şərbəti olan somanın sunulmasına ehtiyacları vardır. Qurban tanrıların nəfəqəsidir, belə deyək, ruzusudur. Baxdığımızda Hindistanda dul qadın qurbanlarından başqa günümüzdə xüsusən də Manipurlu naqalar tərəfindən demək edilən cənazə qurbanları da vardır ki, və naqaların bu rəislərinin cənazə törənlərində də insan qurbanları sunulmaqdadır və törəndə əgər insan qurbanının başı kəsilməmişsə, bu törən belə deyək, əksik olaraq görülür və bu tamamlanmamış bir törən sayılır və bu cənazə qurbanı ondan çox razı olan böyük bir rəisin ondan ayrılmaması, yəni ilahın onların inandığı bir gücün ayrılmaması və gücünü mühafizə etməsi, qoruması üçün Qəblənin düzənlədiyi, təşkil etdiyi törənlərlə topluluq tərəfindən təşkil
olunur. Və İslam öncəsi türk dəfn adətlərində də məzarların gizli tutulduğu zamanda tədbir olaraq məzar işçilərinin öldürülməsi vardır. Yəni bu məzarın bilinməsinin qarşısını almaq üçün məzarı qazan məzar işçilərin öldürülməsi məsələsi də adətidir. Bunun bir növ cənazə qurbanı şəklini də anlamaq mümkündür. Bundan başqa Jean-Paul Rauch bilirsiniz, türk tarixinin araşdırmasına böyük əhəmiyyətli rol olmuşdur və ölüyə rəfaqət etsin deyə cariyələrin, xidmətçilərin, aşçıların, cənazə sahibinin atının da qurban edildiyi bilinməkdədir və buna bənzər rəvayətlər digər araşdırmacılar, tədqiqatçılar tərəfindən də dilə gətirilməkdədir. Bu adət İskitlərdə Xaqanın ölümü üçün edilən cənazə mərasimlərində tez-tez rast gəlinməkdədir. Bu cənazə törənləri demək təsvirinə görə içi boşaltılmayan kral 40 gün qəbilə dolaşdırılır. Bu 40 gün məsələsi də var və məzarının olduğu Gehriyə gətirilir. Burada cənazə hazırlanan o məzara endirilir və bir şiltənin üzərinə yatırılır. Cənazənin ətrafına, belə deyək, zəminə, bu yerə, döşəməyə mizraqlar saplandıqdan sonra məzara tavan olacaq şəkildə taxtalar, kirişlər yerləşdirilir və bunların üzərinə də hörmət çadırlardan bir çatı dam düzəldilir və krala aid məzarın içində boş qalan yerlərə boğularaq öldürülən arvadı, saqisi bu şərəf paylayanı verəni, aşpazı, seyisi də bu qulluqçu kimi, əlinin altında qulluqçu olur, kənd xudası, kahyası kimi, seyisi, qulluqçusu, xidmətçisi, xəbərçisi və bir neçə atı və öz şəxsi əşyalarından bir qismi qızıl qablar basdırılır. Bütün bu işlərdən sonra məzarın üzərinə torpaq təpə edilir. Bu torpaq üzərində çox təpə edilməsi bilirsiniz. Onu nə qədər çox sevəni varsa, torpağın da qəbrə çox qəbrin də üstü torpaq atanların çox olur. O deyim də buradan çıxır. Torpağı bol olsun, yəni sevəni çox, arxası dua edəni çox olsun. Və bu məzarın üzərinə dedik ki, torpaq təpələr edilir kurqan kimi. Və proto-kurqanlar. Proto-moğollarda da bu ölülərə at və it qurban edildiyi qeyd edilməkdədir. Və Göktürklərdə də cənazə qurbanlarına böyük əhəmiyyət verildiyi bilinir. Səncər Diviçoğlu deyir ki, birisi ölüncə cəsədi çadıra qoyarlar və oğullarından, yeğənlərindən, qardaş bacı oğlu yeğənlərindən, qadın, erkək, qohum əqrabalarından hər biri bir qoyun və ya at öldürərək bunları ölüyə qurban olaraq çadırın önünə sərər. Qohumlar çadırın dolayında, yəni ətrafında, dolaylı gəl var ya, dolaylı gəl, yəni arxadan gəl ətrafında 6 dəfə döndükdən sonra qapının önündə durur və göz yaşları ilə axan qanlar o bir-birinə qarışıncaya qədər üzlərinə bıçaqla izlər atılır. O qanlı göz yaşları axır ifadəsi var bilirsiniz və bıçaqla çizərlər bunu və təkrar 7 tur atdıqdan sonra dururlar və uyğun bir gün gözlənib ölünün atını yandırarlar. Ölü məzara dəfn edildikdən sonra qurban olaraq ya da qoyun ya da at başını məzarın başına asarlar. Qədim türklərdə demək cənazə törənlərində atın böyük əhəmiyyəti vardır. Ümumiyyətlə at türklərin həyatında çox böyük əhəmiyyətə sahibdir. Bilirsiniz, adətən ölən şəxsin o savaş atı tam təchizatlı bir şəkildə, yəni qoşqu dəsti ilə, o üstün dəsti ilə bərabər bağlı olaraq qurban edilməkdədir. Bunlar o biri dünya anlayışla əlaqəli olmalıdır və atların tam bir təchizatlı bir şəkildə
qurban bu edilmələri onların sahiblərinin ölülər diyarındakı böyük savaşda xidmət etməsi şəklində dəyərləndirilməlidir. Və bu dəyərləndirməyə görə də əgər xan ölürsə, bütün at südləri onunla bərabər bastırılmaqdadır. Və ölən kişinin atının onunla bastırılmasının səbəbi bu binəklikdən çox, bu bilirsiniz, misalı at, arvad, silah, türklərdə bu at, arvad, silah müqəddəsliyi ilə bağlı da ola bilər. Və çünki bu üç ünsur türk kültüründə namusun bir parçası olaraq halına gəlmişdir və ölünün şəxsi əşyaları, bəzən xanımı ki, bu türklərdə daha çox monqollara aiddir və çox vaxt da atlarla birlikdə bastırılmasının ana səbəbi bu olmalıdır. Yəni daha çox monqollarda bu xanımın ölərkən onunla bastırılması məsələsi vardır. Bəlkə də dünyada ölən kişinin müqəddəsatı olan eşi və əşyasının heç kimə toxunulmamasının təmin edilməsini belə təmin edilmişdir bu günləri. Və yəni müqəddəsə naməhrəm əli dəyməməsinin bir yolu olmalı. Və babaylarda ölən krala rəfaqət etmələri üçün saraydakı o cariyələrin və əskərlərin qurban edilməsi cənazə qurbanının bilinən nümunəsidir. Qədim Yunanıstanda da yenə də cənazə qurbanlarına rast gəlinir və bu Adoris və Adona bayramında da görülür ki, bu ağıtlarla birlikdə böyük bir yas ilə cəsədə uyğun düşüncə üzrə bir cənazə qurbanı ardından yaşayan Adonisə açıq havada rəfaqət etmək üzrə bir keçid törəni keçirilir. Və Şimali Amerikada da yerlilər it ruhunun uşaq ölülərə ruhlar aləmində yol göstərəcəyinə inanmaqdadırlar. Azteklərin ölü bastırma törənlərində itlər boynuna pambıq bir iplik bağlayaraq o kəsdikləri və cəsədlə birlikdə bastırdıqları və yandırdıqları bilinir. Və cəsədlə birlikdə bu kəsilən köpəyin, itin buradakı vəzifəsi o ölən şəxsi o bir dünyaya gedən yol üzərində var olduğu sanılan Hyun Nahuahan, bir daha deyim, Hyun Nahuapan çayının, bu çayın ismi çətindir. Hyun Nahuapan çayının dərin sularından keçirməkdir. Demək, bu itin vəzifəsi ölünü çayın üzərindən keçirməkdir. Misirlilərin axirət təsəvvürlərində də piramidalardakı o kitabələrdən və papirus mətnlərindən anlayırıq. Misirlilər ölənin məzarda yaşamağa davam etdiyini inanırlar. Bunu çoxunuz da bilirsiniz. Misir mədəniyyəti artıq çoxunun maraqlandığı bildiyi mövzudur və ona görə yeyəcək, içəcək qoyulur oraya və məzara və müəyyən vaxtlarda da qurbanlar kəsilirdi. Əsas da firon cənazələrində çox sayda xidmətçinin və məzar işçisinin öldürülməsi, piramidanı inşa edənlərin fironlarla bərabər ölümə məhkum edilməsi bir cənazə qurbanıdır. Qədim Anadolu Anadolu cənazə qurbanlarının da qalıntıları biz bugün arxeoloji qazıntılarda ortaya çıxmışdır və məzarlarda bu biləklik, sırğa, balta, qırman və digər şəxsi əşyalar görülmüşdür. Bunlar ölünün yeyəcək və içəcək hədiyyələrindən işlətdiyi inancı ilə əlaqəli olaraq bu məzara bastırılır. Ətrafında tapılan heyvan sümükləri, at, keçi, qoyun kimi bir sümükləri tapılmışdır ki, bu da məzar başında edilən bu cənazə qurban mərasiminə işarətdir. Qədim ərəblərdə də cənazə qurbanına rast gəlinir. Bu qurbanlar qəbir başlarında kəsilməkdədirlər. Dəvə yaxşı insanlar öldüklərində qəbir başlarında dəvə boğazlanır və biz onu dünyada etdiyi yaxşılıqlarına qarşılıq olaraq mükafatlandırırıq. O həyatdaykən dəvə kəsər qonaqlarını yedizdirərdi. Bilirsiniz, ərəblərdə dəvə müqəddəsdir. Necə ki, türklərdə at önəmli sahib, müqəddəs dediyim, yəni əhəmiyyətli yerə sahibdir və qiymətlidir. Və biz də o həyatdaykən dəvə kəsə qonaqlarını yedizdirərdi. Biz də qəbri başında dəvə kəsib və bütün qurdlar, quşlar yesin, həyatında yedirdiyi kimi yedirilmiş olsun. Öldükdən sonra dirilməyə inananlarsa ölənin o
sağlığında mindiyi heyvanı, kəsəllər qurban kəsilmədiyində, ölənin dirildiyində piyada qalacağına inanılır. Cənazə qurbanları dünyanın hər yerində rast gəlinəndir və Taylor Pasifik yerlərin bu qurban ayinləri ilə bağlı demişdi ki, Pasifik yerləri arasında cənazə Fiji qrupu və Fiji qrupunun ardından son zamanlara qədər də cəmiyyətin irəli gələn bu erkəklərinin cənazə törənlərinin əhəmiyyətli hissəsində arvadları, dostları və köyələrin boğazlanması təşkil edir. Gördüyümüz kimi cənazə qurbanları dünəndən bu günə qədər böyük bir coğrafiyaya yayılmışdır, yaygınlığı qorunmuşdur. Yəni xronolojik bir ardıcıllığı, tarixi olmasa da yaygınlığı ilə məşhurdur. Yaygınlığı ilə bilinməkdədir, belə deyək. Belə, qanlı qurbanların növlərini bitirdik. Burada ümid edirəm ki, vaxt çatdırıb qurbanlığa qədər qansız qurbanların və digər mövzuları da bitirərik. Hələlik.